həm bilik, həm əl qabiliyyəti və həm də belə deyək də, gündəlik öz üstündə işləyərək təkmilləşmə. Bu, məncə, həkim inkişafı daha vacib. Onu valla fərdidir. Qulluq eləyən də var, eləməyən də var, canına qəsd eləyən də var, sağlamlıq qulluğun qeydinə qalan da var. Onu da əvvəldən insanın uşaq vaxtından ona verilən tərbiyə və sağlamlıq çeşidini durması üçün aşıladığı vərdişlərdir. 3-5 dəqiqə insanla ünsiyyət qurmaq kifayət edir ki, o insan haqqında, daxil aləm haqqında, insanın psixologiyasında müəyyən fikir yürütmək. Adətən pasientlər bura gələndə hər şeylə məlumatlı gəlirlər. Sosial şəbəkələrdə bu dəqiqə hansı klinikada, hansı qiymətə qoyurlar, pasient əzbər bilir. Yəni qiymətə də o qədər deyil. İmplant texniki iş deyil və həkimlikdir, qəliz bir elmdir. Bəli, bəzi insanların xarakter əksiliyyətləri. Necə? Seyrək diş adamlar adətən qəliz insanlar olur, biz eşitdiyimizə. Sadəcə söhbətlə, onu tam texnologiyanın əməliyyat prosesini izah edirsən, heç sonra. O insanlarda fobiya var ki, bu tutacaq, tutmayacaq, sağlamlığa ziyan vuracaq. Yəni bunlar sadəcə izah edirsən, hər insanın başa düşəcəyi, qavradığı dərəcədə və insanlar da bunu çox normal qəbul edir. Yəni, onlarda olan komplekslər. Komplekslər aradan götürüləndə insan özünə inamı artır. Sadəcə bir yere gedəndə, səlqəsiz paltar geyinəndə, getdiyin yerə uyğun olmayanda insan özünə kompleks olur. Səlqə sağmanla geyin ki, bu kompleks aradan qalxar. Dişdə də belə bir kompleks yaşayan insanlar var, özü çoxdur. Mən sizə deyim ki, çoxdur. Gülüşüm belədir, dişimin sifətində dişdə simmetriya yoxdur. Və dişimin rəngi, dişimin forması, dişimin uzunluğu, gödəkliyi, yəni bu kompleks yaşayan insanlar həddən artıq çoxdur. Bunlar da çalışırlar qədər aradan qalır. Təbii ki, o birinci ya estetik bölgədədirsə, estetik problem yaşayır. Əgər o çeynəmə bölgəsindədirsə, arxa dişlədir. Orada da yeni çeynəmə problemi yaşayır. Yəni, insan var, belə deyirlər, buna biraz saymazlığına yanaşır, amma insanlar bunu bərpa elətdirir. İnsan psixologiyası nasıldır? Amma tam diş cərgəsi bərpa olunsa daha gözəldir. Yox, bizə zaten elələri, o psixologiyadan insanlar onun sözlərini də dəyişdirib gəlirlər ki, heç atasan az tanımır. Çünki o qədər plastik əməliyyat edirlər, axırda gəlirlər, çıxırlar bizə. Dodaq silikonlayırlar nə qədər, diş görsənmir, məcbur gəlirlər ki, dişimiz uzadır, nə qədər dişimiz görsənsin. Onu bizə gələnə kimi özünü tanımır, hələ qaldı, bizdən nəsə dəyişsin, geçsin. Ağrılar başlayanda, diş ağrılar başlayanda. Yəni bizim millətə xas olan da, sırf ağrıyanda. Ancaq başqa millətlərdə profilaktik üçün gəlirlər, baxdırırlar. Bizdə də var, amma azdır. Yəni faiz nisbətini götürüldüyünde demirlər ki, yoxdur.